Əvvəllər qadınların yorulmasını fiziki işin ağırlığı ilə bağlayırdılar. Paltar yumaq üçün su kənarına gedirdilər, bulaqdan su gətirirdilər. Yemək bişirmək üçün ocaq qalıyırdılar və s. Üstəlik bu rutin işləri hər gün görürdülər. Müasir dövrdə isə texnologiya hər işimizi asanlaşdırıb. Paltar yuyan, qab yuyan, toz soran kimi avadanlıqlar köməyimiz olur. Yemək bişirmək üçün isə hazır qida məhsulları mövcuddur. Bəs qadınlar əvvəlki illərlə müqayisədə niyə tez yorulurlar? Ümumiyyətlə əhalimizdə daya hərəkət sistemində olan problemlər hansı ki yorğunluğa, ağrılara səbəb olur, digər problemlərə səbəb olur, son vaxtlar, son zamanlar artıb və daha da gənc yaşlarda müşahidə olunur. Düzgün olmayan qamət onurğaya və əzələlərə aşırı yük verir. Yükləməklə işləyir bizim əzələmiz və bu nəticə olaraq yorğunluğa və ağrılara səbəb ola bilir. Müasir dövrdə qadınların həm iş, həm ev, həm də sosial həyat arasında balans qurmaq kimi bir məsuliyyətləri var. Çalışan qadınlar iş günündən sonra ev işlərində görməli olurlar. Bu isə həm fiziki, həm də psixoloji yorğunluq yaradır. Eyni zamanda biz çox vaxtı qapalı məkanda keçiririk. Sutkanın 90% vaxtını qapalı məkanda. Təmiz hava görmürük, vitamin D normal ifraz olunmur. Bu tip problemlər çox olur. Hipodinamik oluruq, artıq çəki problemi olur. Eyni zamanda stres faktoru var. Yəni bütün belə deyək, xəstəliklərin, səbəblərin müəyyən bir hissəsi, müəyyən bir faizi təbii stresslə də bağlı olur. Daya hərəkət sisteminin problemləri də əzələ spazmı, yorğunluğu, onların da yaranmasında stres faktorunda müəyyən bir təsiri var. Əslində müasir qadının yorğunluğu fiziki deyil, zehni və emosional bir yükdür. Bunun üçün balanslı həyat tərzi, düzgün istirahət, texnologiyadan ağıllı istifadə və sağlam qidalanma əsas şərtlərdir.